Salam əziz 5-cilər, hörmətli valideynlər. 5-ci sinif riyaziyyat dərsindən izahlarımız davam edir. Mövzumuz, daha doğrusu yeni bölmə üzrə mövzumuz olacaq və yeni bölmə 3-cü bölmə onluq kəsrlər haqqında danışarıq bu bölmədə. Onluq kəsrlər haqqında 4-cü sinifdə məlumatımız var və müəyyən məlumatlar əldə etmişik. Onlar bir xatırlatma apararıq, ilkin yoxlama olacaq. Daha sonra onluq kəsrlərə aid yeni biliklər əldə etmiş olarıq. İlk öncə sizə bir məlumatı çatdırım ki, 5-ci siniflər üçün onlayn hazırlıq qruplarımız mövcuddur. Bu qruplara qoşulmaq istəyənlər aşağıda qeyd edilmiş nömrə ilə əlaqə saxlaya bilərlər. Bir də sizdən xahişim var, hər zamanki kimi bunu sizdən xahiş edirəm. Çünki video izahlara baxanların demək olar ki 90%-dən çoxu videoları bəyənmirlər və bu bəyənilməyən videolar sırasına gedib çıxmış olur ki, sizdən xahişim videolarım az da olsa yararlıdırsa bəyənməyi yaddan çıxartmayın. Kanala abunə olmamışsa kanala abunə olub dəstəyinizi göstərə bilərsiniz. Gəlin keçək tapşırıqlara. İlkin yoxlamadır, yəni ilk mövzumuz. Daha doğrusu mövzu deyil, tapşırıqlarımız olacaq. İlkin yoxlama bu nə deməkdir? Yəni ki, daha öncəki sinifdə onluq kəsrlər haqqında əldə etdiyimiz bilikləri yoxlayırıq ki, görək hansı səviyyədə yadda saxlamışıq, nə dərəcədə yadda saxlamışıq. İlk tapşırıq 1-dən başlayırıq. 1-də yazır ki, sözlə verilmiş onluq kəsrləri rəqəmlərlə yazın və ədəd oxumda göstərin. Birincisində yazıb ki, 0,6. İlk öncə rəqəmlə yazmış olaq. Yazırıq burada 0, yəni onluq kəsrləri yazarkən tam və kəsr hissəni vergüllə ayırmış oluruq. Tam hissədə hansıdırsa, yəni nədirsə, hansı ədəddirsə və ya hansısa rəqəmdirsə, onu olduğu kimi yazırıq. 0-dan sonra tam gəlirsə, həmin o tam yerini, yəni vergüllə ayırmış oluruq. 10,6 nə deməkdir? 10-da deyirsə, bu demək ki, bunu bu cür yadda saxlaya bilərik ki, 10-da olan 1 0 var. O 1-0 olduğuna görə vergüldən sonra bir rəqəm yazılmalıdır. Və 6 da zaten bir rəqəmlidir. Ona görə də nə edirik? 0,6 yazılmış olur. Daha sonra məsələn ikincisine yazır ki 2,3. Bu da 2'ni yazdıq. Bu tam hissədir. 10,3 vergüldən sonra 3'ü yazmış oluruq. 0,8. 0 yazırıq. %8 dediyinə görə deyirik ki, 2 dənə 0 var. Yəni bunu bu cür yadda saxlayırıq. Vergüldən sonra 2 rəqəm yazmalıyıq. 8 müəllim bir rəqəmlidir. Mən 8-i necə yaza bilərəm? Qabağına 0, əvvəlinə 0 yazıb daha sonra 8 yazıram ki, bu da olur 0,8. Sonuncusunu da yəni bu qayda ilə özünüz yaza bilərsiniz. Bildirim ki, ədəd oxumda deyir bunu göstər. Biz də ədəd oxumda göstərmiş olsaq, gəlin ən azından birini göstərək, ikisini göstərək və sonuncusunu göstərmiş olaq, fərqi yoxdur. Ədəd oxumda göstərəndə 0 tam deyirsə, deyək ki, bunlar hər bir bölgü bu 0-dan başlayır. Məsələn, deyək ki, burası, mən burada 10 yerə bölə bilmərəm. Hər aralığı 10 yerə bölmüş olarsınız. Yaxud da belə bölək deyilə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Böldük. Buradan da baxırıq ki, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 yerləşmir. Nəysə, eybi yoxdur. Biz bunu belə eləyək də. Hər 5 dənəsin 10 hesab etmiş olar. 1, 2, 3, 4, 5. Burası olsun 1 tam. 1, 2, 3, 4, 5. Oldu 2 tam. 1, 2, 3, 4, 5. Bu da oldu 3 tam. Nəysə, bu cür davam etmiş oldu. Bura 1 yazaq, bura 2 yazaq, burada 3 yazmış olaq. Birinci məsələn deyək ki, hər biri üçün bunu çəkək. Məsələn 0,6 üçün bunu göstərmək istəyiriksə, ədəd oxumda və ya bir dənəsini də çəkib göstərə bilərsiniz. İndi müəllimimizin sizə tövsiyəsindən asılı olaraq 0,6 yazmaq istəyirəm. Deməli, mən burada 5 dənə çəkdiyimə görə, yəni belə deyək də, onu 2 hissəyə böləndə 5 edir. 6-nın 2-si 3-cü. Deməli, burada 3-cü 1, 2, 3-cünün üzərinə qoyursan ki, bura olur neçə? 0,6 olur. Daha sonra 2,3'dür. İndi mən burada yenə də yarı bölmüşəm. Mən 2,3 bu deməkdir ki, axı 3-ün yarısını hələ ki hesablaya bilmirsə, deyirik ki, hə, nə olacaq?
1 yarım olmuş olacaq. Elə bil ki, gəlib hardasa bura düşmüş olur təxminən. Siz 10 bölgü bölərsiniz, 10 dama bölərsiniz. Mən burada yerləşmədiyinə görə göstərmiş oluram. Yox, bu 1 tamdır, burada göstəririk. Bu oldu neçə? Yuxarıda yazıram 2 tam, onda 3 etmiş oldu. 0 tam %8. Artıq bunu 100 yerə bölüb. Bu 1-dən də kiçikdir. Yəni mən indi burada 0-ı biraz bu tərəfdən başlamışam. Məsələn, hardasa onda 1-dən də kiçik olmuş olacaq. Yəni yarısından biraz keçmiş olur. 10 dama, məsələn, bir bölgünün yarısından çox olmuş olacaq. Təxmini əlbəttə ki, göstərmiş olarsınız. Mən də deyirəm ki, burada göstərmiş oluram. Bu da 0 tam %8 etmiş olacaq. Çünki onda 1-dən belə kiçikdir. Yəni bunların hər birini ayrı-ayrı, hər birini yazanda da o ədəd oxunu çəkib göstərə bilərsiniz və yaxud da ki, ümid. Məsələn, deyək ki, 0 bu neçədir? 3 tam %55-dir. Mən bunu 3 tam %55 olaraq deyirəm, 5 dənə tam ortasına yazmış olardım ki, məsələn, gəlib bura düşmüş olacaqdı ki, 50 bura düşür. 55 deyiriksə, gəlib hardasa bu nöqtəyə düşmüş olacaq ki, bunda biraz da beləncə göstərir. Təxmini göstərir ki, deyir ki, bu 3 tam neçədir? %55-dir. Əlbəttə ki, siz onu 100 bölgəyə bölməyiniz lazımdır ki, tam olaraq göstərməyiniz üçün. Bu qədər, əlbəttə təxmini göstərmiş oluruq burada yerini. Hər biri üçün ayrı-ayrıqda yazarsınız. Amma mən burada neylədim? Hamısını göstərmiş oldum bir ədəd oxunda. Müəyyən qədər məlumat elədim ki, daha da siz daha geniş yazmaq imkanınız var. Çünki dəftərdə yazmış olarsınız. Keçirik, baxırıq növbəti. 2-də yazır ki, təsvirlə verilmiş onluq kəsrləri rəqəmlərlə yazın və ədəd oxunda göstərin. Yenə də ədəd oxunda göstərməyimizi istəyir. Ədəd oxunda göstərməyimizi istəyir ki, bunu düşürdük aşağı, buradan yazmış olar. Birinci, ilk öncə onluq kəsr rəqəmlərlə yazın deyir. Və üzərində yazıram. Burada neçədir? 1 tam var, bir də onda 4 var ki, yazıram bura nə? 1 tam onda 4 etmiş olacaq. Burada 1 tam yoxdur. Yəni belə deyək də 10 yerə bölünüb, onun 9-u var. Bu olacaq 0 tam, yəni tam hissəsi yoxdur. 0 tam onda 9 etmiş olacaq. Daha sonra digərinə baxır ki, hər biri 100 bərabər hissəyə bölünüb, 2 tam var. Bura 2 tamdır. Bu da %21 var ki, bu da eləcə neçə? 2 tam %21 etmiş oldu. Digərinə baxırıq, 100 yerə bölünüb. Heç biri burada yəni tam olaraq yoxdur. Zaten bir dənədir və bu bir tam olaraq 100 yerə bölünüb. Bundan neçəsi rənglənib? 4 buradadır. Bu da 6-sı rənglənmişdir. Buna görə yazır ki, 0 tam %6-nı necə yazırıq? Vergüldən sonra bir 0 atıb daha sonra 6 yazmış olar ki, %6. Ədəd oxununda da az öncə göstərdiyim şəkildə özünüz göstərmiş olarsınız. Yəni, ədəd oxu çəkərsiniz. Deyək ki, biraz dəftərinizdə daha geniş yer var. Məsələn, 0 tam %6-nı göstərmək istəyirik. Ən çətini olaraq deyək ki, daha yaxındırlar. Yazdıq bura, məsələn, 1-i yazmış olduq. Hər birinin üçün bunu göstərir. 0 bura yazdım. Məsələn, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Deyək ki, bu da olsun, 1 olmuş olsun. 0 tam onda 6-nı hər biri üçün göstərəndə daha rahat olmuş olacaq. Buna görə 0 tam onda 6 hər 2, belə deyək ki, bölgünü 2-2 bölmüş oldum. 2 damanı bölmüş oldum. Ona görə bunların hər biri bir vahidə və bu 6 vahid, yəni belə deyək də, bir dənəsi 0 tam %6 deyəndə mən bunu hər birini daha sonra 10 yerə elə bir ki, bölmüş oluram. 10 kiçik bölgəyə bölmüş olam. Bundan 6-sı deyirsə, mən deyirəm ki, təxminən bu bir dənəsi də gəlib düşür, bu hissəyə düşmüş olur ki, burada yazıram ki, 0 tam %6 etmiş olacaq. Çünki 10 bərabər hissəyə böldüm, sonra hər hissəsini də 10 kiçik bərabər hissəyə bölmüş oldum və bundan sonra bunun 0 tam %6 olduğunu tapmış olurum. Düzdür, dəftərinizdə daha yaxşı yaza bilərsiniz. Bir daha bunu qeyd etmiş olum. Ədəd oxunda göstərmənizi istəyir. İndi müəlliminiz bəlkə isə ədəd oxunda göstərməyi vacib hesab etməsin. 3 nömrəli tapşırığa baxır ki, yazır ki, adi kəsir
adi kəsiri onluq kəsir isə adi kəsir şəklində yazın. Biz bilirik ki, adi kəsirlərin məxrəcləri 10, 100, 1000, 10.000 və digər mərtəbə vahidlərindən ibarətdir. Hələ ki, bunu bu şəkildə deyirik. İndi yuxarı siniflərdə onluq kəsirlər haqqında tərif verəndə ki, onluq kəsirlərin hansı kəsirlərdir? Onun bir qədər onun qüvvətini keçdiyimizə görə deyir ki, məxrəci 10 və onun qüvvətlərindən ibarət olan adi kəsirlər onluq kəsirdir. Burada baxırıq ki, birincisində yazıb ki, məsələn, 10'da 3 yazılıb. Mən bunu onluq kəsirindən yazmış olsam, olacaq tam hissəsi yoxdur. 0 tam 10'da 3 kimi yazmış olaram. Məsələn, burada 2 yazıb 2 tam %3 yazmış olan. Bunu yazıram 2 tam qarşı qədə şəklində %3'dür. Bunun da tam hissəsi 2'dir. Vergüldən sonra 2 rəqəm olmalıdır. 3 bir rəqəmdir. 0, 3 yazılır. Olur 2 tam %3'e etmiş olur. Və yaxud da ki, burada yazılıb 0 tam %6 yazılıb. Yazıram 0 tam %6. Demək bu bərabərdir. Tam hissəsi yoxdur. Məxrəcdə 100, sürətdə də 6 yazılmış olacaq. Daha sonra 1 tam %15 yazılıb. Yazıram bura 1 tam %15'i yazmış oluram. Bərabərdir 1 tam kəsir şəklində yazanda %15, yəni məxrəcə 100, sürətdə 15 yazmış olduq. Müqayisə biz 4-cü sinifdə onluq kəsirlərin müqayisəsində bilirdik. Məxrəcləri bərabər olan kəsirlərin də müqayisəsini, yəni adi kəsir olaraq bilmiş olurduq. Və məxrəci 10, 100 və digər mərtəbə vahidlərindən ibarət olan adi kəsirləri, qarşı qədərləri onluq kəsirə çevirməsini də bilirik. Müqayisə zamanında hər ikisini onluq kəsirə çevirib müqayisə aparmış olarıq ki, əgər biri adi kəsir şəklində və yaxud da ki, onluq kəsir şəklində verilmişdirsə. 0 tam %7 ilə 0 tam 10'da 2. Bildirim ki, əsasən 0 tam %7 və 0 tam 10'da 2'dirsə, orada demişdik ki, rəqəmlərin sayını onluq kəsirlərdə kəsir hissənin rəqəmlərinin sayını bərabərləşdirmək olar, mümkündür. Necədir? Çünki kəsir hissənin sonuna istənilən qədər 0 əlavə edə bilərik. Və burada da 2'nin sonuna 0 əlavə, yəni %1'lər mərtəbəsi 0'dan ibarət olduğuna görə, hələ ki, mərtəbələr haqqında keçməyəm, amma 0 əlavə etmiş oluruq. Burada 0, yəni tam hissələri bərabərdir. Hər ikisində 0'dır. Gəlirik 10'da 1'lərdə görürük ki, burada 0'dır, burada 2'dir və yaxud da ki 0,7, bu da 20 etmiş olur. Ona görə nə olacaq? Yazırıq ki, kiçikdir bu. Daha sonra baxırıq ki, 0 tam %27, 0 tam %30. Əlbəttə ki, tam hissələr 0'dır. Deməli, kəsir hissəsi 27, 30'dan kiçik olduğuna görə kiçikdir yazmış olur. Bu olacaq, məsələn, yazıb burada bunu necə etmiş olur? Deyirik ki, 10'da 7'dir. Digər isə 0 tam 10'da 8'dir. 10'da 7 nəyə bərabərdir? Yazırıq 10'da 7 bərabərdir 0 tam 10'da 7'yə. Və 0 tam 10'da 7 kiçikdir 0 tam 10'da 8'dən. Onda burada nə olacaq? Kiçik işarəsi qoymuş olar. 0 tam %14. Burada da 0. Bunda artıq nəyə bərabər olduğunu bilirəm. 0 tam %13'ə bərabər olduğunu bilirəm ki, burada da nə edirəm? Böyük işarəsi qoyuram. Digərində bu qayda ilə özünüz yazmış olarsınız. Keçirik növbəti tapşırıq 5-ci tapşırığa. Görək 5-ci tapşırıqda nə yazır? Yazır, boş xanaya uyğun ədədləri tapın. Bir təklik neçə 10'da 1'dən ibarət. Elə bil ki, təhlikdən kiçik olan mərtəbədir 10'da 1'lər mərtəbəsi. Ümumiyyətlə, onluq say sistemində dedik ki, hər məsələn deyək ki, kiçik mərtəbə, daha doğrusu hər böyük mərtəbə özündən kiçik mərtəbənin 10 qatına bərabərdir. Burada da məlumdur ki, bir təklik ondan təhliklərdən kiçik mərtəbə 10'da 1'lər mərtəbəsidir. Onun 10 qatına bərabər olmuş olacaq. Bu da 10 10'da 1'ə bərabərdir. Bir təhlik neçə 100'də 1'ə bərabərdir? Deməli, biz bilirik ki, bir təhlik 10 dənə 10'da 1'ə bərabərdir. Hər bir 10'da 1'də 10 dənə 100'də 1'ə bərabərdir. Deməli, onu ona vururuq, neçə 100 dənə 100'də 1'ə bərabər olmuş olacaq. 1 10'da 1 neçə 100'də 1'ə bərabərdir? Bu da 10 100'də 1'ə bərabərdir ki, bunu da bura qeyd etmiş olduq. Bəzən tapşırıqların əslində hamısını yazmamalıyam. Fikrimdən çıxır və yazıram. Bu bir qüsur olaraq göstərmiş olur. Əlbəttə ki,
yuxarıdan bizə verilmiş tövsiyədir. Yəni böyüklərin verdiyi tövsiyəyə əməl etməyimiz lazımdır. Bəzən bunu unuduram. İnşallah ki, bir qüsur olaraq da qeyd etməzlər. 6 nömrəli tapşırıqda yazır ki, sıranı pozan ədədi müəyyən edin. Həmin ədədin yerini dəyişməklə sıranı düzəldin. Artan sıra ilə yazmalıyam. Artan sıra nədir? Yəni kiçikdən böyüyə yazmış oluram. İlk öncə baxıram ki, tam hissələri hamısı sıfırdır. Onda birlər mərtəbə, yəni sıfırdan, vergüldən sonraki ilk rəqəmlərə baxırıq ki, baxırıq burada 3-dür. Daha sonra 4 gəlib, 4 gəlib, yenə 3 gəlib. Deməli, bu 3-ü nə etməliyəm? Daha öncəyə aparmalıyam. Bax, yerini burada dəyişəcəm. 0,32-dən sonra 0,39 yazmalıyam. Ondan sonra da bu cürdə davam etmiş olaram. Digərində azalan sıra ilə deyirsə, böyükdən kiçiyə gəlməliyəm. Hər birinin tam hissəsi 1-dir. 1,2-dir. 2-dən kiçik, məsələn, görürük ki, burada 1,2, yəni bunların sıfırlarının, belə deyək də, kəsr hissənin rəqəmlərinin sayını bərabərləşdirək ki, bizim üçün daha uyğun olsun. Bu 20-dir, 20-dən kiçik neçədir kəsr hissədə? 12. Deməli, nə olmalıdır? 12 gəlməlidir və bu 12 gəlməyib, nə gəlib? 0,5. Bu %5-i biz hara aparmalıyıq? Yəni 5 10-dan kiçikdir, 1-dən böyükdür. Deməli, bunun yerini dəyişib gətirməliyik hara? 10-la, yəni 1,10-la 1,1 arasında yerləşdirməliyik. 7 nömrəli tapşırığa baxırıq ki, yazı verilmiş ədədlər arasında yerləşən 3 onluq kəsiri yazın. 3,5 və 3,9 yazılmışdır. Birincinin elə gəlib burada qeyd etmiş olaraq, daha sonra da daha 2 dənəsində buradan sondan qeyd etmiş olaraq 3,5 yazdıq və 3 tam və sözündə yazaq da və 3,9. Deməli, aşağıda bunların arasında yerləşən 3 onluq kəsir qeyd etmiş olaram ki, deməli, tam hissəsi 3-dür. Kəsir hissəsi 5 ilə 9-a, yəni 5-dən böyük, 9-dan kiçik olmalı ki, deyirəm ki, 3,6 qeyd edə bilərəm. 3 tam, məsələn, %65 də qeyd edə bilərəm. 3,7 də qeyd edə bilərəm. 3 tam %76-dır və s. Bilirsiniz ki, inanın, yəni hər hansı bir natural ədədlə digər natural ədəd arasında, hər hansı bir onluq kəsirlə digər onluq kəsir arasında sonsuz sayda ədədlər yerləşir. Yəni kəsir, onluq kəsirlər yerləşir. Düzdür, natural ədədlər yerləşmir. Əlbəttə, natural ədəddən söz getmir. Onluq kəsirlər yerləşmiş olur. Daha sonra 2,1 ilə 2,2 deyirəm, bunlar arasında necə olacaq? Deyirəm 2,1 ilə və sözün yazmıram 2,2. Deyirəm 2,11 yaza bilərəm. 2,12 yaza bilərəm. 2,13 yaza bilərəm. Burada vergülünü yapdım. 2,14 yaza bilərəm. Hələ %11 ilə %12 arasında da sonsuz sayda yaza bilərəm. Yəni bunu da buradan qeyd etmiş olum. Mən 3 dənə deyir, sadəcə özüm 4 dənəsi yazdım. Və ya da burada yazıb 2,8. Bunu da qeyd etmiyorum. 2,10. Bunu kəsir qarşı qələ şəkildə 10,8. Burada da nə olacaq? 3 tam olmuş olur. Mən bilirəm ki, 2,8 bərabərdir. 2,8 bu şəkildədir. Və mən 2,8-dən böyük 3-dən kiçik yazıram. %81 yazmış olaram. 2,89 yazaram. 2,9 yazaram. 2,95 yazaram və s. belə axır. Yəni, mən özüm ara buraxıb yazmış oluram. Növbəti 8 nömrəli tapşırığa baxırıq ki, görək 8 nömrəli tapşırıqda nə yazır? Yazır, hesablayın və 3,2 üstəgəl 0,4 yazılmışdır. 3,2 üstəgəlsiz 0,4. Onluq kəsirlərin toplanması zamanında, çıxılması zamanında, alt-alta hesablama zamanı, yəni biz gəlin alt-alta hesablama bir xatırladaq. Yəni 3,2 yazdıq. Tam, belə deyək də, vergül eyni tarazda yazılmalıdır. Yəni tamla kəsir hissəni ayırmalı. 1/1'in altında belə deyək də, necə ki, natural ədədlərdə hər bir mərtəbə ona uyğun mərtəbənin altında yazılırdı. Burada da eyni qaydadır.
və nə edirik? 0,4'ü yazmış oluruq. Bunlar nə edirik? Toplayırıq. 2 ilə 4 6 etmiş olur. Vergülə çatdıq. Vergül 3 ilə də 0 3 etmiş olur. Yəni yazandan sonra vergülü tam yəni ortaya hardan yazmışıqsa o vergül də öz tarazında qeyd edilmiş olacaq. Bu da oradan isə 3,6 etmiş oldu. Və yaxud da ki, sondan da 2 dənəsini burada qeyd etmiş olaq ki, yazır 7,64 yazırıq. 7,64 çıxılsındır 3,2 bərabərdir. Alt-alta yazıram burada 7,64. Daha sonra 3 tam vergül yazıldı. Onda birlər, yəni 2'dir yazdım bura. Bura istəsək belə deyək, yenə də deyirəm, kəsr hissənin rəqəmlərinin sayını bərabərləşdirmək üçün 0 əlavə etmiş olaram. Çıxmadı, çıxılsın yazıram burada. 4'dən 0 çıxıram 4, 6'dan 2 çıxıram 4, vergül gəldi çatdı. 7'dən 3 çıxıram 4. Oldu 4,44 etmiş oldu. Və yaxud da ki, həm toplama, həm çıxma var. Buna da aid yazmış olaq. Yazır ki, 5,15 çıxılsın 1,15 üstə gəlinsin 4,7 bərabərdir. İlk öncə bunları alt-alta çıxarsa, yəni ki 15'dən 15'e çıxırıq 0, yəni orada tam hissə sıfırlardan ibarət yazılır. 5'dən də 1 çıxanda 4 etmiş olur. Üstünə gələn 4,7'ni. Məsələn, alt-alta yazanda necə yazmış oluram bunu? Bərabər də yazım buradan. Deyirəm ki 4 üstə gəlsin 4,7. Yoxdur axı kəsr hissəsi. Bura 0 əlavə edə bilərəm. Vergül atıb 0 əlavə edə bilərəm. Bunlar da toplayanda 0 ilə 7, 7, 4 ilə 4, 8 vergül alır. Deməli, neçə olacaq? 8,7 etmiş oldu. Yaxud da ki, daha rahatdır. Tamları toplayıram, kəsr hissədə qalacaq. Bu qədər. Bunlardan nümunə yazdıq. 9-cu tapşırığa baxırıq və yazır ki, hesablayın və müqayisə edin. 3,8 çıxılsın 1,2 və 1,4 üstə gəl 0,3. Mən sondan yazımda bir dənəsini, yaxud da ki 2 dənəsini yazım. Birini də özünüz yazmış olarsınız. Yazır ki 7 üstə gəlinsin 1,1. Digər tərəfdə də 9,82 çıxılsın 0,72. Birinci tərəfi hesablamış olsaq, yəni siz alt-alta hesablayarsınız ki, bir tam hissəsi yoxdur. Burada 0'dır elə bir 0 ilə 1'i toplayırıq 1. Vergül ayırıb 7 ilə 1 toplayırıq 8'i. 8,1. Burada nə edirik? 82'dən 72'ni çıxıram. Qalacaq burada 10 qalmış olur. Bura 10 yazmış oluram. Vergülü ayırdım. Yəni kəsr hissələri bir-birindən çıxdım. Yəni 9'dan da 0 çıxanda 9 etmiş oldu. İstəsək bunu bu 0'ı da buradan silirik. 9,1, 8,1. Deməli 8,1 kiçikdir. Yazırıq bura kiçikdir. Və yazıb ki 0,45 yazırıq 0,45 üstə gəlsin 3,33 üstə gəlsin 3,33. Daha sonra baxırıq ki 5,76 5,76 və çıxılsın 1,52 1,52. 45 ilə 33 toplayanda 78 etmiş oldu. Mən kəsr hissəyə yazıram 78 yazmış oldum. 0 ilə 3'ü toplayıram, edir 3. Oldu neçə? 3,78. Daha sonra burada azalanın kəsr hissəsi neçədir? 76'dır. 76'dan 52 çıxa bilirəm. 76'dan 52 çıxanda gələcək 24 etmiş olur. Yazıram bura 24. 5'dən də 1 çıxanda 4. 4,24, 3,78. 3,78 kiçikdir. Burada da kiçikdir yazmış olduq. Bu qədər. Keçirik növbəti 2 dənə də buradan məsələ kimi görmüş olam. Görək nə yazır məsələdə. Yazır ki, bir sahədən 23,5 ton, ikinci sahədən isə birincidən 2,3 ton az məhsul yığıldı. İki sahədən cəmi nə qədər məhsul yığıldı? İlk öncə özümüz üçün plan quraraq, yəni bilirik ki, birinci sahəni bilirik, ikinci sahəni də bilməliyik ki, biz bunların cəmini tapaq. Amma ikinci sahə haqqında deyir ki, birincidən 2,3 ton azdır. Deməli, ilk şərtimiz olacaq ki, ikinci sahədən nə qədər yığılıb məhsul? Yəni, nə qədər məhsul yığılıb? Bunun üçün də 23,5-dən 2,3'ü çıxmış olaraq yazırıq 23,5 çıxılsın 2,3. Mən onu şifahi çıxıram. Yəni kəsr hissəm
azalan kəsir hissəsindən çıxılan kəsir hissəsindən çıxa bilirəm. Rahat şəkildə 5-dən 3 çıxıram. Qalır burada 2. Vergül ayırdım. 23-dən də 2-ni çıxanda 21 qalmış olur. Deməli, ikinci sahədən 21,2 ton məhsul yığılmışdır. Cəmi dediyinə görə daha sonra da bunları nə edəcəm? Toplayacağam ki, burada da yazıram 23,5 birinci sahədən yığılmışdır. Üstə gəlsin ikinci sahədən 21,2 yığılıb bərabərdir. Kəsir hissələri toplayıram. 5-dən 2-nin cəmi eləcək 7, vergül ayırdım. 23-dən 21-in cəmdə 44 etmiş olur ki, burada 44 yazırım. 2 sahədən 44,7 ton məhsul yığılmışdır. Bu qədər. Keçirik növbəti və son sualımıza. Bura qədər bizi izlədinizsə, yəni bizi deyəndə məni izlədinizsə, sizə öz təşəkkürümü bildirirəm. Siz onların hazırlıqlarını da gözləyirəm. Qoşula bilərsiniz. Ən azından bir sınaq dərsinə qoşulub dərsin keçişinə maraqlana bilərsiniz. Bir də ki, yaddan çıxartmayın. Video bəyənilsə, yəni az da olsa sizə dəstək ola bildimsə, videonu bəyənməyi yaddan çıxartmayın. Buna görə də sizə öz təşəkkürümü və minnətdarlığımı bildirirəm. Yazır ki, 1 kiloqram qırmızı almanın qiyməti 2,5 manatdır. Ağ alma bundan 50 qəpik ucuzdur. 1 kiloqram qırmızı və 2də 1 kiloqram ağ alma üçün nə qədər pul ödəmək lazımdır? Baxın, biz qırmızı almanın kütləsini bilirik. Ağ alma bundan deyir 50 qəpik ucuzdur. Biz bilirik ki, 1 manat, burada manatla ifadə edib, 1 manat 100 qəpikdir, eləmi? 1 manat bərabərdir 100 qəpik. 50 qəpik isə 50 qəpik 100-dən, yəni 100 qəpikdən 50-si deməkdir. Yəni onu da biz qeyd etmək üçün məsələn deyirik ki, 50 qəpik 50 qəpik. Bunu mən manatla ifadə etmək üçün deyirəm ki, %50 manat etmiş olur ki, bu da bərabərdir. Yəni əslində 0,50 kimi göstərə bilərik onluq kəsirlə. Deməli, bizim ağ alma, orada verilmiş ağ alma 0,50 qəpik ucuzdur və mən kəsir hissənin sonundakı sıfırı yazmasam da ola bilər. Bu da olacaq 0,5. Deməli, ağ alma bundan 0,5 manat ucuzdur. O səbəbdən də ilk olaraq ağ almanın qiymətini tapırıq. 2,5-dən çıxaram 0,5-i. Bu da bərabərdir 2 manat etmiş oldu. Deməli, tapdıq ki, ağ almanın qiyməti 2 manatdır. 1 kiloqram qırmızı alma alınacaq. 2də 1 kiloqram da ağ alma. 2də 1 kiloqram nə deməkdir? Yəni ki, 1 kiloqramın yarısı deməkdir. 2 yerə bölərik, 2də 1 hissəsini, 2-nin 2də 1 hissəsini tapmış olar. Zaten 1 kiloqram bilirik, 2,5 manatdır. 2 manatın da 2də 1 hissəsini tapmaq üçün nə edirik? Deyirik ki, ədədin hissəsini tapmaq üçün ədədi vururuq, kəsir. Yəni 2də 1-ə vurmuş olaraq, bu da bərabərdir 1 manat etmiş olacaq. Deməli, 1 manatlıq ağ alma alınacaq, 1 kiloqram da qırmızı alma. Onun üçün də nə edəcəm? Əslində bunu bir ifadədə yazsaq daha yaxşı olacaq. Deyək ki, 1 kiloqram, yəni qırmızı alma alınacaq. Bu olacaq 2,5 vurulsun 1, üstə gəlinsin. Daha sonra da 2 vurulsun 2,1. Əslində mən 2,1-dən nə edəcəm? Onluq kəsirə çevirə də bilərdim, amma onluq kəsirin vurulmasını bilmirəm. O səbəbdən də bu şəkildə yazmış oldum. 2,5-i 1-ə vursam 2,5, üstə gəlinsin. 2-ni də 2-də 1-ə vurduqda eləyəcək 1 etmiş oldu. Bu da bərabər də eləyəcək 3,5 manat etmiş oldu. Bu qədər. Bu bizim yəni ilkin yoxlamada sonuncu tapşırığımız oldu. Növbəti video izahda artıq yeni onluq kəsirlər haqqında yeni məlumatlar əldə edərik. Onluq kəsirlərin mərtəbə vahidləri haqqında danışarıq və digər yeni biliklər əldə etmiş olaraq ki, sizi video izahında gözləyirəm. Hələlik sağ olun.